Maraqlı bir testə baxaq. Bu da qəribə idi ki, Samirin kəskin cavabı heç kimi əsəbləşdirmədi cümləsinin izahı ilə bağlı səhvi göstərin. Baxırıq ki, bu da qəribə idi. Mübtəda budaq cümləsidir. Sxem baş əvvəl, budaq sonradır. A variantında deyir ki, budaq cümlənin mübtədası mürəkkəbdir, əsəbləşdirmədi. Nə? Samirin kəskin cavabı. Baxırıq ki, üçüncü növ təyini söz birləşməsini ifadə olunub, yəni ismi birləşmini ifadə olunub. Bu səbəbdən də quruluşca mürəkkəbdir, doğrudur. Budaq cümlə baş cümləyə tabirlik bağlayıcısı ilə bağlanıb, bəli, iki bağlayıcısı ilə bağlanıb, bu da doğrudur. Hər iki tərəf nəqli cümlədir. Bu da qəribə idi, nəqli cümlədir. Samirin kəskin cavabı heç kimi əsəbləşdirmədi, bu da nəqli cümlədir. Hər iki tərəf ismi xəbərli, müxtəsər cümlədir. Qəribə idi. Nə bu? Baxırıq ki, baş cümlə ismi xəbərlidir və müxtəsərdir. Çünki müxtəsər cümlə odur ki, yalnız baş üzvləri iştirak eləsin. Geniş cümlə isə odur ki, ikinci dərəcəli üzvləri iştirak eləsin. Baş cümləyə görə D variantı tələbi ödəyir, amma budaq cümləyə baxırıq. Samirin kəskin cavabı heç kimi əsəbləşdirmədi. Əsəbləşdirmədi xəbər. Samirin kəskin cavabı mübtəda. Kimi, heç kimi, bu da olacaq tamamlıq. Deməli, gördüyümüz kimi bir cümlədə əgər ən azı bir ikinci dərəcəli üzv varsa, biz ona artıq geniş cümlə deyirik. Bu budaq cümlə artıq geniş cümlədir. Həmçinin əsəbləşdirmədi. Fiil şühudi keçmiş zamandadır, yəni xəbər şəklindədir. Biz bilirik ki, əgər xəbərlərimiz təsriflənən fiillərlə ifadə olunursa, biz buna fiil xəbər deyirik. Bu səbəbdən də hər iki tərəfi ismi xəbərli müxtəsər cümlədir. Budaq cümləni ödəmədiyinə görə səhvdir. Baş cümlənin xəbəri sadədir. Sifətlə ifadə olunduğu üçün doğrudur, sadədir. Deməli, doğru cavabımız olacaq D variantı.